Demək uşaqlar biz üçbucağın izahını atdıq, dedik sizə. İndi üçbucağın bütün testlərindən bir nümunə götürək. Demək, iki tərəfi 12,5 cm və 6,8 cm olan üçbucağın üçüncü tərəfi uzunluğunun ala biləcəyi ən böyük tam qiyməti tapın. Bu üçbucaq bərabərsizliyi var. Üçbucağın iki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır. Yəni, bura fərz edək ki, 12,5-dir. Burada 6,8-dir. Bu C, bunların ikisinin fərqindən, yəni 12,5-dən çıxacaq 6,8-i, bu da kiçik olacaq C-dən, bu da kiçik olacaq 12,5-in üstünə gələcəm 6,8. 12,5-dən 6,8-i çıxanda 15-dən 8-in 7, 11-dən 5,7 kiçikdir C, o da kiçikdir. Toplasam 8-in üstünə 5, 13, 1 yadda, 6-in üstünə 2, 8 yadda, 1, 9, bu da eləyəcək 19,3. İndi bunun ən kiçik qiyməti olacaq 6, ən böyük qiyməti olacaq 19. Demək 19. Cavab A variantı. Demək, ikinci sualımız iki bucaqlarından biri 40 dərəcə olan düz bucaqlı üç bucağın. Biz dedik ki, bu da bucaqlardan olan nümunədir. Düz bucaqlı üç bucaqdırsa, bunun bucağının biri mütləq düz bucaqdır, 90 dərəcədir. Digəri 40-dırsa, bir bucağı, digər bucağın tabanda bilirik ki, düz bucaqlı üç bucağın iki dənə iti bucağının cəmi 90-dır. Bura 40-dırsa, demək burada 50-dir. Demək, 50 haradadır? A variantında. Sonra gəlir dördüncü sual. İki bucağının cəmi 124 dərəcə olan üç bucağın üçüncü bucağını tapın. Üç bucağın bütün bucaqlarının cəmi, yəni 3 dənə bucağı var, onun cəmi 180-dir. İkisinin cəmi 124-dürsə, 180 dərəcədən çıxıram 124-ü, bərabər olur 56 dərəcə. Cavab C variantı. 6-cı sualda deyir ki, üçbucağın perimetri 39-dur. İki tərəfinin biri 13-dür, biri 11-dir. Demək, üçüncü tərəfi tapmaqdan öyrür ki, 39-dan çıxacam, çünki perimetr üç tərəfinin cəmidir. 39-dan çıxacam, 13 üstə gəl 11. C də bərabərdir, 39-dan çıxıram, 13-ün üstünə 11, 24. O da bərabərdir 15. Cavab E variantı. Sonra gəlir 7. 7 hipotenuzu 13 cm-dir. Demək, düzbucaqlı üç bucaqdır. Baxın uşaqlar. Bura 13-dür, hipotenuzdur. Katetlərin biri 12-dir. O biri katet x-dən. Bilmirik nə qədərdir. Demək, biz bilirik ki, Pifaqor teoreminə görə 12-nin kvadratı üstəgəl x kvadrat bərabərdir 13-ün kvadratına. Onda buradan x kvadrat bərabərdir. 13-ün kvadratı 169, çıxılsın 144. X kvadrat bərabərdir 25, x də bərabər 5. O bir katetin uzunluğunu tapın. E variantı. Sonra gəlir bu üçbucağa baxırıq. 9-cu üçbucaq. Bura 40 dərəcədir, alfadır. Onda burada 40 dərəcədir. Bura 70-dirsə, çünki qarşılıqlı bucaqlardır. Bura 70-dir. İndi 40-ın üstünə 70 gəlirəm, eləyir 110 dərəcə. Demək, bunlar ikisi 110-dursa, 180 dərəcədən 110-u çıxıram, qalır 70 dərəcə. Demək, bura 70-dirsə, bunun da qarşısı x-dir, o da 70 dərəcədir. Bağışlayın uşaqlar, burada bu suala baxırdım. Burada 70 dərəcə, onda burada 70-dir.
Demək, cavab hansı variant oldu burada? Bu variantı. Sonra 11-ci sual. Perimetr 38 sm bərabər yanlı üçbucağın oturacağına paralelin orta xətt. Baxın uşaqlar, orta xətt üçbucağın hər hansı tərəfinin ortasını birləşdirib, üçüncü tərəfə paralel olan düz xəttə deyilir. Demək, orta xətt 6-dırsa, onda bura olacaq 12. Bax, bura 6-dırsa, orta xəttə, bura olacaq 12. Perimetr 38-dir. 38-dən çıxıram 12-ni, eləyir 26. 26-nı da 2-yə bölürəm, eləyir 13. Belədir 13, bu da oldu 13. Üçbucağın yan tərəfinin uzunluğu 13-dür. Cavab burada C variantı. Sonra gəlir 12-yə baxırıq. Oturacağı AB olan bərabər yanlı ABC üçbucağıdırsa, BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. CAD, bura 48-dir. Bura. BAD, bu da 17-dir. Bizdən C bucağını tap, buranı tapır. Baxın uşaqlar, 48-in üstünə 17 gəlirəm. 8-in üstünə 7, 15, 1 yadda, 4, 1, 5, yadda 1, 6. Bura elədir 65. Bura 65-dirsə, bura da 65-dir. 65-in üstünə 65, 130 eləyir. Bunda bura qalır 50 dərəcə. Cavab E variantı. Burada cavab E variantı. 13-cü sualda deyir ki, bucaqları 4, 5, 9 nisbətində olan üçbucağın kiçik bucağını tapın. Biz bildik ki, üçbucağın bucaqlarının cəmi bərabərdir 180 dərəcə. Yəni, nisbətlərdir bunlar. 18x bərabərdir 180-ə, x də bərabər 10-a. Kiçik bucağını tap deyənə 40-ı da 10-a vuracam. Bağışlayın, 4-ü 10-a vuracam, 40 A variantı. Bu da ondandır. İndi baxırıq 15-ci suala. 15-ci sualda böyük bir üçbucağı mən bura çəkim. Baxın, buradan da bir dənə xətt çəkilib. Bura 48 dərəcədir. Bura 100 dərəcədir. Bura 80 dərəcədir. Bura 50 dərəcədir. Bura 32. Bura 50-dir, düzdür. Bura 100-dirsə, bura 48-dirsə, bura 132 olacaq. 4 bucaqlıdırsa, cəmi 360-dır. 360 dərəcədən çıxacam. 132 üstə gəl 50, üstə gəl 80. 50-nin üstünə 80, 130. 132-nin üstünə 130 gəndə 262 eləyir. 360-dan da 260 çıxanda 98 dərəcə. Bu variantı. Sonra bunlar bucaqla bağlıdır. Bucaqla bağlı nisbətən sadə olur. Başa düşdüyünüz qədər yaxşı, rahatdır. Gəlir burada. Bərabəryanlı üçbucağın perimetri 84-dür və yan tərəfi oturacaqdan 1,5 dəfə böyükdür. Demək, bərabəryanlı üçbucaqdır. Yan tərəf oturacaqdan 1,5 dəfə böyükdür. Bu da 1,5 x. Bunları toplayıram. 1,5, 1,5, 3. 3-ün üstünə bir gələm x. Bu da 4x. 4x bərabər 84. X də bərabər 21-ə. Üçbucağın oturacağını tapın. X də 21-dir cavab. Bu variant. Sonra gəlir 22. Bərabərli üçbucağın xarici bucaqlarından biri 60 dərəcədir. Üçbucağın bucaqlarını tapın. Əgər bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 60-dırsa, demək, daxili bucağı 120-dir. Onda bura olacaq 120, çünki bərabər tərəflər 120 dərəcə ola bilməz, bərabər bucaqlar.
180-dən 120-yi çıxıram. Qalır 60. Onda bura 30'dur. Burada 30'dur. 120, 30, 30. Xarici bucaqlarının biri 60'dır. 120, 30, 30. Elə bir cavab var. Bir A variantı. Sonra gəlib 26'ya baxırıq. Düzdür, bu 26'dan düz bucaqlı, üç bucaqdan nümunədə izah eləmişəm. Amma birində yazıram. X-i tapmaqdan ötürü Pifaqor teoreminə görə kök altda 5'in kvadratından çıxırıq 1'in kvadratı. Kök altda 5'in kvadratı 5. 5'dən 1'in çıxıram 4. 4'dən də kök 2. Bura 2. Sonra bu 45. Bura da həmin qayda ilə gəlir. Bura baxaq. CABD 60'dır. Bura 50'dir. İndi bu X-i tap deyir. 60'ın üstünə 50 gələcəm. Bu X-i verəcək. Cavab 110. Demək, indi gəlirik üçbucağın bucaqlarını müqayisə edək. 31-ci sual. Biz dedik ki, üçbucaqda böyük bucaq qarşısına böyük tərəf durur, kiçik bucaq qarşısına kiçik tərəf durur. Demək, burada ən kiçik tərəf 5-dirsə, demək bu qamma bucağı ən kiçik olacaq. Sonra 7-dirsə, sonra beta bucağı olacaq. Sonra alfa bucağı. Ən böyük hansıdır? Alfa bucağı. 33'də də eləmişdik. Bu tipli misallardan eləmişik. Onda keçək. 36'dan sonraya baxaq görək. Demək, ACB düzbucaqlı üçbucağında AM tən bölən AMC AMC 70 dərəcə AMC 70 dərəcə buradırsa, bura 90, onda bura 20'dir. Burada 20'dir 40. Bizdən CAB'ni soruşur. CAB'ni 40 dərəcə. Cavab A variantı. Sonra MN orta xətdir. Bura AM 6'dır, onda burada 6'dır. CN 7'dirsə, burada 7'dir. AC 16'dır. BMN üçbucağın perimetrini tapın. BMN'i. 6, 7, bu da 16'dırsa burası 8 olacaq. 6'nın üstünə 7, üstə gəl 8. Elir 21. Evet. 43-cü sual. ABD düz xətləri və onların kəsən paralel düz xətlərdir. Biz bilirik ki, bu tərəflər arasındakı məsafələr hamısı bir-birinə bərabərdir. Bura 6'dırsa, onda Y də 6'dır. Bura 6'dır. Bağışlayın, bu tərəflər bərabər nisbətlər. Demək, bu nisbətlərlə bu nisbətlər bərabərdir. Yəni Y onda, bu 6, 6x-sa, Y 5, Y-dir. Demək, onda Y-lər 5'dir. Bunlar x-də 5, 5'dir. Bu da x-də 6'dır. İndi 6'nın üstünə 5 gələcəm, 11. E variantı. İndi baxaq 48'ə. 48'ə yox, daha doğrusu 45'ə. 45'də ABC üçbucağının medianları M nöqtəsində kəsişir. Biz demişdik ki, medianların xassəsində medianlar kəsişir. Kəsişmə nöqtəsindən təpədən başlayaraq 2-1 nisbətində bölünür. Demək, bura 2x-dır, bura x-dir. Bura 2y-dir, bura y-dir. Bura 2z-dir, burada z-dir. Bizdən AM, yəni 2x böl AF-i, yəni 3x bərabərdir 2 böl 3. Demək, düzü elə D variantıymış. Digərləri ola bilməz. Məsələn, birini yoxlayaq. BM burada 2y-dir, amma BM bölünsün BK. 2'nin 3'ə nisbətindən burada 1'in 2'ə nisbətidir. Cavab D variantıdır.
Sonra demək 47-ci sualda nə deyir? Deyir AB bərabərdir BC-yə. Bunlar bir-birinə bərabərdir. AC də bərabərdir AD-yə. Bucaq B 50-dirsə, 180-dən 50 çıxam 130. Bura 65-dir, burada 65-dir. 65, 65, 130. Burada onda 50-dir. Bura 50-dirsə, bura 15-dir. Çünki ikisi 65 olmur. Bunlar 65 daxı bu ilə bu. Ona görə bura 50-dirsə, bura 15 olacaq. Bizdən bu A-dığını soruşur. 15 dərəcədir. Bu bərabər yanlı üç bucaqda AB bərabərdir BC-yə, AD də bərabərdir DC. Demək, median tənbülən hündürlük üst-üstə düşür. Bura 6-dır. ABC üçbucaq. Bura 6-dırsa, bura 6-dır, 12-dir. ABC'dən 12 çıxıram. Yəni 32-dən 12 çıxıram, qalır 20. Onda bura 10-dur, bura 10-dursa, Pifagora görə BD-ni tapacaq. Çünki bu həm tənbülən, həm median hündürlükdür. Gedəcək 8. Bunlar bucaqladı. Tərəfi 18 kəltə bərabər tərəfi bucağın tənbülənini tapın. Bir yaxın izah elədim. Bərabər yanlı üç bucaqda median tənbülən hündürlük bir-birinə bərabərdir və o da A kökəltdə 3 böl 2-yə bərabərdir. Demək, tərəfi 18 bərabərdirsə, tənbülən, yəni el bərabərdir. A vurulsun, yəni 24 kökəltdə 3 vurulsun kökəltdə 3 böl 2. Kökəltdə 3-ü kökəltdə 3-ə vuranda 3, 24 ilə 12 çıxır, 12 3-ə vururam 36. Mən nə, burada 18-dir, bağışlayın. Mən bura olsun 36-dır variantı. Bu 58-in həlliymiş. 59-da deyir ki, bura A-dır, bura 2A-dır. Demək, 30 dərəcəli bucaq qarşısında katetdir. Demək, onda bura 7-dir, burada 14. Çünki 60 dərəcəli kiçik katetin kökəltə üçbucağına bərabərdir. Demək, 70-ci suala baxaq. Digərləri bucaqla bağlı olan bir şeylərdir. Baxın, bu hündürlükdirsə, bura 90-dır, burada 90-dır. A1, AC bucağı. Yəni, bu bucaq 32-dir. Burada 90-dır, 90-dır. Bizdən C1, CA bucağını soruşur. Burada neçədir? 32, 25. 25-in üstünə 32 gələcəm. 57. Demək, 180-dən də çıxacam 57-ni. %123. Demək, bura 123-dürsə, burada 123-dür. Bizdən ABC-ni soruşur. Burada bunların ikisinin cəmidir. 32-nin üstünə 25 gəlir, 57. Cavab. Şimdi 73-ə baxaq. Deyir, M-in və YF parçaları 10 nöqtəsində kəsişir. Bura 16-dır. YF 10-dur. Hamısı 10-dur. ME M'dan E'yə bu 16 M'nıdır. Baxın, bura 16-dır. Burada 9. YF ME 9'dur. YF da 10 olarsa N F 10 olarsa, 10 N F
O. N, F, O'nun perimetrini tapaq. Və burada oxşar olursa, bura 9-dur, bura 16-dırsa, bizdən Y, F-ni da soruşub. Y, F da 10-dur. 10-dursa, və bunlar kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünürsə, Y, F-miz bura 5-dir, burada 5-dir. Sonra bura 16-dır. Bu E 9'dur. Bizden O'nu da soruşdu. O'mu da yarıya bölünür. Burada yarıya bölünür. Demek bura 5, 5. Bura 16. Bura yok. M'nı da 16. Burada 8'dir. Burada 8'dir. Burada 9'sa demek burada 9'dur. Bunlar oxşardır. Bizə N, F, O'nu tapırıq. N, F, O. 8 üstə gəl 5 üstəyə 9. 8'in üstünə 5 13 o da 9. 22 variant. Demək 76 75'də. Deyir, bir dənə bərabər yanlı üçbucaq çəkək burada. Baxın, bu bərabər yanlı üçbucaq. Deyir ki, oturacağı A, B, C olan bərabər yanlı A və B bucaqlarının tən bölənədir. Bu A bucağının tən bölənədir. Bu da B bucağının tən bölənədir. O nöqtəsində kəsişir. B, A, C bucağı. Baxın, B, A, C bucağı 72'dirsə, onda bura 36'dır. Bizə bərabər yanlı olduğuna görə burada 36'dır. 36, 36, 72'dir. A, O, B-ni də tapırıq 108 dərəcə. Çünki üçünün cəmi 180 dərəcədir. Sonra gələk bu bucaqlardan baxaq. 76'da. Bu bucaq A 30 dərəcədir. Bucaq C 80 dərəcədir. 80 üstünə 30, 110. Buraya 70 dərəcə. Bura. Bizə M-D-N bucağını. Bura 130 verib. Bizə M-B-C üçbucağında B bucağını tapın deyir. Demək bu şəkli biraz böyük çəkim mən. Oradan səliqə ilə şəkil çəkək bura. Demək bir dənə belə bir çəkim çəkirik. Bura C bucağı 80'dir. A bucağı 30'dur. 30'un sən 80, 110'da bura 70'dir. Bura 20'dir. Sonra bizə nə verib verilənlərdən buradan? Sonra M-D-N 130'dur. M-D-N bura 130'dur. M-B-C-ni tapırıq indi. M-B-C-ni tapacaq. Bu bucağı. Bura oldu nə qədər? 130. Bura 130 ise bura 100 deyil. Çünki xarici bucaqdır. Onda burada demək 130'u 100 ise bura 30'dur. Sonra nə lazımdır bizə? Bizə lazımdır bu 30'un üstünə 80, 110, burada qalır 70. Sonra baxırıq buna. BC-dir xarici bucaq və AB
B, C, D-nin cəmi 220-dir. Demək, bunlar xarici bucağı, bu iki daxili bucağın cəminə bərabərdir. Demək, 220-ni böləcəm 2 eləcək 110 dərəcə. Demək, bura 110 dərəcədir. Sonra burada 70 dərəcədir. Bunlar da bizə nə soruşur? B, C, A-nı. Burada 70. Sonra bunlar düzbucaqlı üçbucaqlardandır. Yazıq. Gəlin bir dənə də bu 85 ilə 84-dən yazaq. Düzbucaqlı üçbucaqda, bax bayaq dedim, düzbucaqlı üçbucaqda tangens alfanı demişdim. Tangens alfa bərabərdir. Baxın, tangens alfa. Qarşıdakı katetin hipotenuza nisbətinə. 3 bölünsün 5. Ha, burada. 3 böl 5. Bəs kotangens beta o da bitişik katetin hipotenuza nisbəti. O da 3 böl 5. 6 böl 5. Bu belə uşaqlar. Burada sonda bu da yazaq. 86'yı da yazaq. Demək, bura 90 dərəcədir. Alfa üstə gəlinsin. Baxın. 4 alfa üstə gəl 39 dərəcə. Xarici bucaq. Ona qonşu olmaya. Yəni, alfa üstə gəlinsin 90 dərəcəni cəminə bərabər. Çünki bura 90 dərəcəli bucaqdır. Alfanı keçirdirəm eləyir. 3 alfa bərabərdir. Bura 390'dır. 39 dərəcə, daha doğrusu, bərabərdir. Alfa üstə 90. 90'dan 39'un çıxan neçə qalacaq? 3 alfa deməkdir. Demək, 90'dan çıxıram 39'un, ondan 9'un 1, burada qaldı 51. 3 alfa bərabər 51, alfa bərabər 17 dərəcə. Bizdən A, B, C bu bucağını soruşur. Demək, alfa 17 ise 17'yi 4'e vururam 68. 17'yi 4'e vururam 68, 3'ün 39. 8 üstə 9, 17, 1 yerdə 64, 107 dərəcə. Bura 107 ise bunların neçə qalır? Qalır 103. Bura 90'dır. Burada alfa 17'dir. Biz hansı bucağı axtarırıq? A, B, C bucağı. Demək, bunların neçə oldu bu? 107. Belə. 107 bunların ikisinin cəmidir. Demək, alfa 17, 90 ondadır. 107 buradan qalır. 180'den 107 çıxan neçə qalır? 3, burada qaldı 73 dərəcə. Bax uşaqlar, bugünlük bu qədər. Sağ olun. İnşallah bunu da dalın növbəti videoda çəkib atacağım. Gecəniz xeyrə qalsın.